Xalq artisti Nazim Rzayev SSR Dövlət mükafatına layiq görülmüş dirijordur. Bu musiqi parçasını dinləyərkən hamının gözünün önündə bir filmdən səhnələr canlanır. Azərbaycan kinematografiya tarixinin ən parlaq soundtracklərindən biri sözsüz ki, bizim Cəbiş müəllim filmindəndir. Bu ekran işinin uğurlu alınması üçün çalışmış şəxslərdən biri də Nazim Rzayevdir. O filmdə dirijor kimi fəaliyyət göstərib. Nazim bəyin çalışdığı yeganə kinematografiya nümunəsi bizim Cəbiş müəllim deyil. O 1965-ci ildə çəkilmiş Arşın Malalan 68-ci ilə aid Mən ki gözəl deyildim filmlərinin heyətində də dirijor kimi yer alıb. Nazim Rzayevin əsas fəaliyyəti teatr ilə bağlı olub. O həmçinin Azərbaycan Dövlət Konservatoriyasının opera studiyasına rəhbərlik edib. Bu studiyada Nazim bəyin rəhbərliyi altında Üzeyir Hacıbəylinin Koroğlu və Fikrət Əmirovun Sevil operaları tamaşaya qoyulub. Xalq artisti Nazim Rzayevin görkəmli bəstəkar Fikrət Əmirovla daha bir iş birliyi onlara yüksək mükafat qazandırıb. Söhbət Min bir gecə baletindən gedir. Premyerası 1979-cu ildə baş tutmuş baleti Fikrət Əmirov bəstələyib. Nazim Rzayevin dirijor kimi uğurlu fəaliyyəti SSR rəhbərliyinin diqqətindən kənar qalmayıb. Bir il sonra 1980-ci ildə SSR Dövlət mükafatı ilə təltif olunanlar sırasında Min bir gecənin yaradıcı heyəti də yer alıb. Sözü gedən mükafat ittifaqın yüksək dərəcəli təltiflərindən biri idi. SSR Dövlət mükafatı laureatları 5000 rubl dəyərində pul mükafatı da əldə edirdilər. 93 FM